gününüz aydın olsun. Necəsiz, neyinirsiniz? Kim hardadır, kim nə işlə məşğuldur? Nərgiz xanım yenə piyada, yenə xəstəxanəyə, sizlərin qulluğuna gedir. Sadəcə olaraq bir mövzu o gün qoymuşdum, onu müzakirə eləmək istəyirəm. Sabahınız xeyir, sabahınız xeyir. Yazdıqlarınızı oxuyacağım, ona görə yazın. Hə, bir mövzu qoymuşdum, insanı necə tanımaq olar. Hə, o mövzu haqqında çox fikirlər yazıldı və çoxu əsasən, dillərə baxın, çoxu əsasən sabahınız xeyir, salam sabahınız xeyir olsun, yetim baba. Yetim baba niyə olursan sən? Hə, məni qoş da, mən heç kəsi qoşmuram. Mən ancaq özüm danışıram və sizin yazdıqlarınızı oxuyuram. Bonjour, bonjour, no speak English, I speak Azerbaijan, Turkish, Russian. Hə, nəyi demək istəyirəm? Hərə bir fikir yazmışdı o günləri. Mənim söhbətim haqqında ki, insanı necə tanımaq olar. Mən orada öz fikrimi demişdim ki, insanı tanımaq üçün insanı biraz əsəbləşdirmək lazımdır. Onda bilirsən sən o nəyə qadirdir. Bax, o cür insanı tanımaq olur. Bu şəxsən mənim fikrimdir. Hə, onda bir çoxları yazmışdılar ki, insanı ancaq intuisiya ilə tanıya bilirəm. 6-cı his. Ümumiyyətlə, intuisiya. İnanırsınızmı, yoxsa yox? Yaşıllığa baxın, yenə göstərəcəm sizə bu yaşıllıqları, bu gözəllikləri. Aha. Hə, intuisiyaya inanırsınız ümumiyyətlə, yoxsa yox? Şəxsən mənim fikrimə görə, intuisiya bir növ ağıl deməkdir. Yəni, sən insana baxırsan, onun haqqında təqribən fikirlər yaranır ki, bu düz adam ola bilər, yoxsa yox. Əslində, o his hardan gəlir sənə? Sənin ağlından, sənin düşüncə qabiliyyətindən, sənin praktikandan və istər-istəməz ağlınla düşünürsən və insan haqqında fikir yaradırsan özündə və adını da qoyursan ki, bu mənim 6-cı hissimdir. Əslində o 6-cı hissat deyil, sadəcə olaraq insanın ağlıdır. Ağlı və praktikası nəticəsində düşüncələri. Adı olur intuisiya. Salam ürəyim, canım mənim, Nərgiz xanım. Salam Rahim, necəsiz, neyinirsiniz, hardasınız, nə işlə məşğulsuz? Yaşlı insanı maşına mindirmək necə çətin ya. Allah kömək olsun. Qoyun bir dənə göstərim yenə gözəlliyi. Hardan keçirəm? Hə, Quliyeva, çox düz deyirsiniz. Hirslənəndə insanın iç yüzü açılır. Bəli, bu mənim şəxsi fikrimdir. İndi mənə deyin görüm, siz intuisiya deyilən, 6-cı his deyilən bir şeyə inanırsınızmı? Mənə elə gəlir ki, intuisiyada, 6-cı hissdə insanın ağıl formasıdır. Yəni, insanın analiz etmək qabiliyyəti, gördüklərindən, eşitdiklərindən, bildiklərindən, praktikasından istifadə etmək qabiliyyəti. Yəni, ha vaxtsa sən buna oxşar bir şey görmüsən və onu analiz eləmirsən və sən də bilirsən ki, belə insanların sonra içindən nə çıxır. Və adını da qoyursan ki, mən intuisiyam. İntuisiya deyil, eyni şeydə həkimlikdə var. Məsələn, xəstə gəlir və sən xəstəyə diaqnoz qoymaq istəyirsən, müayinələrdən keçirirsən, neyinirsən və birdən elə bir diaqnoz qoyursan ki, heç bir müayinəyə əsaslanmayıb, amma ki, səndə elə bir his yaranır ki, sən bu xəstənin diaqnozu filan xəstəlikdir. Sonra onu qoyurlar, intuisiyası, elə deyil. O həkimin hansısa
praktikasının nəticəsidir. Hansısa gördüklərini, bildiklərini analiz etmək nəticəsidir. Mənim fikrimlə razısınız yoxsa yox? Aha, hello, hello. Hə, necəsiz, neyinirsiniz? Görün nə gözəlliklərlə gedirəm. Mənim bu fikirlərim haqqında da fikrinizi yazarsınız. Qısası, intuisiyaya inanırsınız yoxsa yox? Bax belə. Bugünkü günümüz ayın 26'sı. May 2024 il. Elə odur. Çox düzgün deyirsiniz. Sizin fikirləriniz o qədər razıyam. Oy, çox sağ olun. Öpürəm hamınızı. Görüşərik, tələsirəm. Ağır xəstə olmalıdır. Səhər dünən zəng olub, ona görə tələsirəm. Sağ olun.